28 yanvardan 29 yanvara keçən gecə Çempionlar Liqasının 8-ci turunda Galatasaray Manchester City ilə oynayacaq. Bu iki komanda tarixlərində heç vaxt qarşı-qarşıya gəlməyiblər. Galatasarayın UEFA'nın keçirdiyi bütün kuboklarında ən çox qol vuran futbolçusu 38 qolla Hakan Şükürdür. Manchester City'nin isə UEFA'nın keçirdiyi bütün kuboklarda ən çox qol vuran futbolçusu 39 qolla Sergio Agüero'dur. İki oyuncunun da Avropa nailiyyətləri vardır. Sergio Agüero'nun Avropada olan nailiyyətləri bunlardır. 2009-2010 mövsümündə Atletico Madriddə bir UEFA Avropa Liqası və bir dənə də UEFA Super Kuboku. Hakan Şükürün isə Avropada olan nailiyyəti budur. Bir dənə UEFA Avropa Liqası Kuboku. Uşaqlar, bu maçın hesab təxminini şərhlərdə yazmağı unutmayın və kanalıma abunə olub like atmağı unutmayın. Uşaqlar, bu arada mənim kanalıma keçib buradan gördüyünüz Galatasaray Manchester City maçını simülyasiya etdim videosuna baxa bilərsiniz.